Salam əziz müdavimlər. Bugün yenə mən sizə 2026-cı ildə ibtidai riyaziyyatdan MİQ imtahanına düşən qəbul suallarından birini izah edəcəm. Uzunluğu 500 metr, eni 300 metr olan düzbucaqlı formalı sahənin 3/2 hissəsinə buğda, 5/1 hissəsinə arpa əkdilər. Qalan hissəyə gübrə səpildi. Əgər yarım hektar sahəyə 35 kq azot, 28 kq fosfor, 30 kq kalium səpilərsə, yerdə qalan sahəyə cəmi nə qədər gübrə səpildi? Əvvəlcə gəlin düzbucaqlı formalı sahənin sahəsini tapaq. Yəni, enini uzunluğuna vuraq. 500-ü vururuq 300-ə bərabər olacaq 150.000 kvadrat metr. Bu bizim sahəmiz. İndi baxaq, həmin sahənin 3/2 hissəsinə buğda əkilib. 5/1 hissəsinə isə arpa əkilib. Əvvəlcə sahənin 3/2 hissəsini tapaq, daha sonra isə 5/1 hissəsini tapaq. 150.000-in 3/2-sini tapmaq üçün 3-ə bölürük, 2-yə vururuq. Bərabər olacaq 100.000 kvadrat metr. Demək ki, 100.000 kvadrat metr sahəyə buğda əkilib. 150.000-i 5-ə bölüb 1-ə vururuq. Bərabər olacaq 30.000 kvadrat metr. Demək ki, bu sahələrə arpa və buğda əkilib. Qalan hissəyə isə gübrə səpildi. Baxaq görək nə qədər hissə qalıb. Bunu tapmaq üçün biz 100.000-dən 30.000-i toplayacağıq və 150.000-dən çıxacağıq. Belə bir ifadə yazırıq, 150.000 çıxılsın, 100.000 üstəgələk 30.000, bərabər olacaq 20.000. Demək ki, yerdə 20.000 kvadrat metr sahə qalıb, hansı ki, bu sahəyə gübrə səpiblər. İndi baxaq, əgər yarım hektar sahəyə 35 kq azot, 28 kq fosfor, 30 kq kalium səpilərsə, yerdə qalan sahəyə cəmi nə qədər gübrə səpildi? Bildiyimiz kimi 1 hektar 10.000 kvadrat metrə bərabərdir. O zaman yarım hektar 5.000 kvadrat metr edər. Burada biz asan yolla verilmiş gübrələrin çəkisini toplayaq. Yarım hektara nə qədər gübrə verilmişdir? 35 kq azot, 28 kq fosfor, 30 kq kalium. 20.000 kvadrat metr yer qalmışdı. 20.000 kvadrat metrimiz də 4 yarım hektar eləyər. 4 yarım. Deməli, biz nə edəcəyik? Əgər 4-ü 93-ə vursaq, məsələmizin cavabını taparıq. Buradan da 92 vururuq 4-ə, edəcək 372 kq. Demək ki, yerdə qalan sahəyə cəmi 372 kq gübrə verilib.